Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün nəzərdə tutulan dövlət proqramı çərçivəsində bir neçə yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmir işləri yekunlaşdırılıb. Uzunluğu 6,2 km əsas və uzunluğu 8,7 km təşkil edən Nəhəcir Göynük kənd daxili avtomobil yollarında əsaslı təmir işləri aparılıb. Belə ki, yol yatağı genişləndirilib, yol əsası yenidən tikilib, müəyyən uzunluqlarda beton su kanalı çəkilib və metal boru su keçidləri quraşdırılıb. Avtomobillərin daha rahat hərəkət etməsi üçün yola 2 qat asfalt örtüyü verilib. Təhlükəsiz hərəkəti təmin etmək üçün isə yol nişanları və siqnal dirəkləri quraşdırılıb, həmçinin boya və xətləmə işləri aparılıb. Dövlət proqramı icrası istiqamətində əsaslı təmiri yekunlaşan avtomobil yollarından biri də uzunluğu 3,3 km olan Culfa rayonunun Calşurud kənd daxili avtomobil yoludur. Əsaslı təmir zamanı yolda torpaq işləri aparılıb, yol yatağı genişləndirilib, yol əsası yenidən tikilib, arx sularını kənarlaşdırmaq üçün müəyyən uzunluqlarda beton su kanalı çəkilib və metal boru su keçidləri quraşdırılıb. Həmçinin avtomobillərin daha rahat hərəkət etməsi üçün 3,3 km-lik yola 1 qat asfalt örtüyü verilib.